Ayaqlarım işləməməsinə baxmayaraq pensiyamı kəsiblər. Heç olmasa dərmanlarımı alırdım. Dəfələrlə forma 88 yazılıb, amma tibbi ekspertizaya imtina verib. Bunları səsləndirən Səlyan rayon Pambıqlı kənd sakini Kərimov Cəlil İltifatoğlu Media TV Az Media qrupuna müraciət edib ki, onun səsini Prezident İlham Əliyevə çatdıraq. Vətəndaşı təqdim edirik, qarşı tərəfi dinləməyə hazırıq. Salyan rayon Pambıq kənd sakini Kərimov Cəlil İltifatoğlu 2017-ci ildə infarkt vurub, skora pomuşuyla çatdırıblar Bakıya, hərbi hospitala, Papaninə. 3 dəfə anjiyo əməliyyatı eləyiblər, damarlar açılmayıb və məcburiyyət qarşısında qalıb, məni açıq ürək əməliyyatı eləyiblər. Açıq ürək əməliyyatı olandan sonra hər iki qıçımdan damarlarımı kəsiblər, çıxardıblar, tikiblər ürəyimə. Hər iki qıçımın damarlarını çıxardıb tikiblər ürəyimə. 4 damarım dəyişilib, 2 klapan təmir olunub. Və bu ünvanla 2017-ci ildən üzü biyana mənə 5 il əlillik veriblər. 5 illik ikinci qrup əlillik veriblər. 5 ildən sonra əlilliyimi dayandırıblar. 220 manat müavinət alırdım. Az da olsa ürək dərmanlarımı almağa kömək olurdu. Lakin buna baxmayaraq 2 ildir mənim müavinətimi kəsiblər. Bir neçə dəfə forma 88 yazılıb Səlyan rayonun balnisasında yatmışam ürək mərkəzində. Oradan çıxandan sonra forma 88 yazıblar Bakıya, tibbi ekspertizaya. Dəfələrlə mənə oradan Bakıdan tibbi ekspertizadan imtina cavabı gəlib. Xahiş edirəm ki, mənim bu əlilliyimin bərpa olunması üçün, müavinətimin bərpa olunması üçün mənə yardımcı olasınız, kömək olasınız. Bəri başdan hamımıza, müdiriyyət üzrə hamımıza minnətdarlığımı bildirirəm. Çox sağ olun, Allah sizdən razı olsun. Ümid edirəm ki, haqq öz yerini tapacaq inşallah. Bir daha çox sağ olun, Allah razı olsun.